hicablı üçün bir dənə sözdürsə 5-ini deyərəm. Geçsinlər, öz dərdlərini çəksinlər. Hicabların daşı yaman ağırdır. Qələt eləyirlər. Promay blok, lalıçqa. Girib gözlərinin deşiyinə. Neyse dostlar, əziz tamaşaçılar, indi isə biz bu qoğalı yağlayırıq və birazdan biz bunu sobaya qoyacağıq, Frank. Bunu bu cür yağladıqdan sonra mamıçkanın digər xəmiri gözləyirik ki, orada xəmiri açsın və gətirsin, biz də bunu burada yayaq. Siz orada nəyə görürsünüz bilmirəm, amma mən burada eşək kimi işləyirəm. Aynı o düz söhbətdir, deyir, elə mənim üçün, örgən özün üçün. Belə atalardan bir dənə misal var. Amma öz aramızda atalar o çox sözləri düzgün deməyiblər o vaxt. İndi daha demirəm o məsələ. İzamire bak gülür. İzamire sen ne gülürsün? Sen mən müdafiə eləməkdənsə mənə gülürsünüz. Əyib olsun sizin üçün. İstəyəm mama, sən qızın gör nələr yaradır mama sənin qızın. Sonra mənə deyirsən ki, gedir sonra bacıma zəng gelir görüntülü. WhatsApp-dan belə. Ay qız deyir, sənin bacının içdiyi stəkanı da yumur. Əlindən bir iş gəlmir. Gəl gör qızın neyini burada? Gəl bax mama. Ərə gedəndə ərim üçün bax belə qəşəng qoğallar eləyəcəm. Yiyəcək özü üçün şəllənəcək. Uşaqlar 1000 nəfəri bir dənə ekranı maksimum tıklayaq. Ver ay qız, ver. Ay Allah. Gör bu qız neynir, aman tanrım. Nəyə görür sizi? Yox, əyib olsun, başa düşmədim. Ər üçün qoğal pişirəndə əyib olur. Dediyi deyir, nənəm də eləyər. Nənəm də eləyər. Lap yaxşı. Giyim hardandır, mamadan əyibdir. Deyim mamadan əyibdir, nə şeyibdir? Mən anamla padruqa kimiyəm. Yəqin siz anavızdan belə şeylərlə danışmırsınız, gizlədirsiniz. Mən anamla padruqa kimiyəm. Çünki mama o volyanı verib ki, mənlə rəfiqə olun. Bir qız ki, anasına rəfiqəlik eləmirsə, deməli o ailədə problem var. Qız ana ilə rəfiqə olmalıdır, oğul ata ilə dost olmalıdır. Biz ömür boyu göz açıb belə görmüşük. Giyimli nefçilərdən almışdım keçən il. Düzdür, vallahi biz mama ilə ömür boyu rəfiqə kimi olmuşuq. Bacımla mən. Biz bacımla mən bacım kimi olmamışam ki və indinin özünüm. Mən bacımla rəfiqə kimiyəm. Ərə azar pişirərəm, qoğal yox. Mama! Burada bir dənə qız yazıb ki, deyir, ərim ərə deyir, azar pişirərəm, qoğal yox. Sən getdin ərə. Sən getdin ərə, ay qız. Sən ərə getmədin, sən qaldın evdə. Asıçımızı çatdı deməklə, bəlkə biri sənə elçi zat düşəcəkdi, ay qız. Vay. Yazıq qaynana. Yazıq qaynana. Eşşi öldü o qaynananın. Yazıq ərim. Yazıq ərim, mənə vallahi. Görürsünüz oğlanlar. Sonra deyirsiniz ki, qız belə, gələ. Ala. Salam. Yazır ilan vursun. Ay Allah. Vay. Siz belə geçsə qalacaqsınız evdə. Çıravdan axtaracaqsınız əri. Ərə gedənin təki hər şeyi bişirəcəm. Ay Allah. Bir dənə qızım da qalıb evdə daha yazıq 40 yaşı var. Deyə ərə gedim, ərim üçün daha nədirsə bişirəcəm. Başa düşdüm səni, başa düşdüm. Gör neymişsə, birini özünü soxuşdur getdən. Ay canım. Belə deyənlər ölür ər üçün. Kim? O düz deyirsən, həri. Mən şəxsən, indi düzdür, mən əlimdən bir iş gəlmir, məsəl üçün necə, tutaq ki, mamaya kömək edirəm də, amma məsələn,
Məsələn, böyük yeməklər bişirə bilmirəm, amma bilirəm ki, 100% mən sabahsı günü ailə günü mama eləyir də evdə. Mən sabahsı günü ailə qursam, YouTube var, zəd var, öyrənəcəm, bacıma zəng eləyəcəm, biraz ondan, biraz bundan. Yəni birdən-birə arvad ola bilmirsən ki, yavaş-yavaş bir də görürsən ki, uca power olmusan. Yağa nə qatmısınız? Yağa? Bir də yağmama dedi ye. Zəncəfir idi, nə idi? Всё, mama? Bunu da koyun. Yo, ben demem bunu koydum. Bunu yağladım. O bursunu yağlayacağım. Zirə yox, cirə. Sənin uşağın yoxdur. O da mən ərə getmişəm ki, uşağım olsun. Qoğal eləyir uşaqlar, qoğal, mamaçka qoğal eləyir. Yağlayacağım nədir? Yağlayacağım da, yəni yağlayacağım. Yağlamaq bilmirsiniz nədir? Yağlamaq. Yağlamaq. Deyə yağlamaq. Yağlayacağım nədir? Yağlamaq. Ay atınla sən ərə. Что за это биобырчылıq? Aman tanrım, bu nə biabırcılıqdır? 111, burada sənsə bir dənə gül at. Yazıq 111, ay Allah, mən hara rast gəlmişəm. Ay bala, hər zonanın öz ləhcəsi var da. İndi yaxşı neyniyək? Dana ilə danışın, yağlayacam, dana, mana. İndi hər insanın öz ləhcəsi var. Hər bir zonanın öz danışıq tərzi var. Hər insan bir cür danışır. İndi yaxşı neyniyək? Mozambik ləhcəsində danışın. Ayaz, çox sağ ol. Qoğal eləyir uşaqlar. Oy bala. Məsələn, kimi var gələcəm, gedəcəmlə danışır. Gedəcəm, gələcəm. O deyirsən, gəncəllərdir danışır elə. Sonra, məsələn, adam var, qadan alim, zatla danışır. Hər insanın bir ləhcəsi var da, şirin gəlir ona. Məsələn, şəkillər qəşəng danışırlar. Sənin gözəyim. Talışların bir cür ləhcəsi var. Hə, məsəl üçün, onların da özünə məxsus ləhcələri var da. Hər insanın öz ləhcəsi var. Lənkəron, Borani. Hətta bizim də öz ləhcəmiz var da. Biz də evdə göz açmışıq, belə görmüşük. Neyini? İnsan ləhcəsi zad dəyişmir axı. İnsan danışığı. Məsələn, bir də görsən, mənə yazırdılar ki, bu qız əvvəllər belə danışmırdı. Sonradan ləhcəsini dəyişdi də. Mən TikTokdan rəsmi istifadəçisi olmamışdan qabaq mən çalışırdım. Düzdür, yayımcılığa başlayanda da mən işləyirdim. Sonra bir ildən sonra mən işdən ayrıldım, o da müəyyən səbəblərə görə. Çünki bizdə orada icazə vermirlər ləhcə ilə danışmağa. Heç bir işdə ləhcə ilə danışmağa icazə vermirlər. Mən o qədər öyrəşmişdim ki, o rəsmi dildə danışmağa da. Məsəl üçün, gələcəm, gedəcəm, baxacam. Misal üçün, edəcəm, gələcəm, gedəcəmlə orada danışmaq olmazdı. Başa düşdün? Hər işin öz rəsmi dili vardı da. Yəni, işdə rəsmi dillə danışmalısan. Sonra yavaş-yavaş öz ana dilim... öz ana dilim... öz karınlı, öz ləhcəmə... Hədə başa düşdüm amma qoy eləyirəm. Bir dəqiqə deyəm, 7 dəqiqə bu. İndi biz bunu, əziz tamaşaçılar, kesəcəyik. Mama, bax, sənin halaldır. Bu dəfəki qoğalığı bəyəndim, xoşuma gəldi. Sən arvadlığı bacardın. Atam yəqin sən buna görə sevib, hə? Mama, o vaxtı ki, hər şey bacı pişirə bilirsən. Hə, mamuçka, всё, mama, doğrayım? Yox. Bir dənə də yağlayım. Yağladım. Hə, bəs demirsən
bu axırıncıdır. Yaptı onu tez yaptı. Burası geldi axı. Mama yağ qutar ha. Yağ qutar demək ki biraz qalıb da. Suraxanı yox. Çox sürtür. Yox, başa düşdüm. Çox sürtmür. Suraxanı deyirəm yox, amma suraxanın, balaxanın dilini bilirik. Bilirik yəni ki mən bilmirəm, başa düşürəm, amma mama gilə zət bilirlər. Mama isti oldu. Bəlkə qapını açasan ayma. Burada mən pəncərəni aça bilmirəm. Gəlib kesin. Sən iş qoyacaqsan. Yo, ay qız özüm eləyəcəm ayma. Özüm kəsə bilirəm. Bu arvad mənə imkan vermir ki, bir mən özüm eləyim. İnşallah 950 nəfəri bir dənə ekranı tıklayın. Heç olmasa 200 eləyək də zəhmət olmasa. Dostlar, bir dənə zəhmət olmasa ekranı bir dənə tıklayaq da. Nə olar ki? Xobi, tu işləri. Suya saxla. Çi xəstini? Qoğal xəstini? Hə, mama gözlə, mama. Ver mən kesim də, mama. Hə, yaxşı, kes, hə. Yox, sən kes də. Sən görsənməyəcəksən, kes. Amma ver mən kesim də. Görsənsən. Ver mən kesim də, mama. Vallahi eləyə bilirəm, mama. Vallahi eləyə bilirəm. Gələ, bax, buradan kesim. Harda? Nazik eləyim. Belə. Gələ. Gələ də eləyirəm də, mama da. Sən lap mənə balqabaq elədin, qoydun, Cəmaat da mənə gülür orada. Eləyirəm də, eləyirəm. Sən mənə vaxtımı alırsan. Mən sənin vaxtını almıram, ayma. Ay Allah, siz də bu problemi yaşayırsınız evdə analarınızla, yoxsa təkcə bir də mənəm? Əyri kəsir. Əyri kəsir. Nə istəsən gəl məhbilə sonra. Mənim tərəfimi tutmaqdansa deyil, əyri kəsir. Gülün. Aymi izləyicilər yazırlar ki, nə qəşən düppədürüz kəsirsən. Koltuğun girdi yana. Girməyib. Amma izləyicilər bana yazırlar ki, nə qəşən düz kəsirsən. Düz demirəm uşaqlar, bir dənə yazın burada. Sən qəşən kesin, buranı kes. Bir dənə yazın ki, hə, çox düz kəsirsən. Bir dənə yazın da, bax, ay mama, bax yazırlar, Orada deyir. qəşən kesin. Bax yazırlar, hə, deyir. Hə, deyir, nə qəşən kəsirsən. Hadi birinci olalım. Kesirəm də, mama da, mənə həyəcanlandırırsan. 1000 nəfər adam mənə baxır, mənə həyəcanlandırırsan. İşte o eləyirəm. Deyəm. Mən bunu indi ortadan kesim. İşte. Belə? Eləyirəm də, mama, eləyirəm də özüm. Özüm eləyirəm də. Ay Allah. Ay, cəmaət mənə gülür. 1300 nəfər adam mənə gülür burada. Eləyirəm də özüm. Ay biz içini koymak. Ay, mən bunu eləyən momentində mənim başıma daş düşəydi. Gələn mən kömək eləməzdim. Aç da. Gələrdi, gəlinin eləyərdi. İçi aç. Ay Allah'ıma qurban. Gəlib gəlinin eləyərdi. Eyb yoxdur. Axırıncı dəfə olsun mən bu qoğala sənə kömək eləməyim. Anne qəşən buna bax. Deyinə qəşən. Gəlin hardadır? Oturub. Əl üstə, ayaq da ayaq üstündə, aşağıda.
Gəlinim bu dəqiqə podruqalar mənə baxır buradan. Maşallah da ki, dedektivdirlər də bir şey olan kimi sıra zəng eləyirlər. Ağaz, baldızın orada sənə plaskat eləyir. Dalınca daş. Baldızda eləyirəm, hə. Yo, biz gəlinimizlə podruqa kimiyik. Ölürəm, ölmə. Gələm. Sonra mama deyir ki, əlindən bir iş gəlmir. Heyfdir gəlinin. Gəlin sənə qalmayacaq, mən sənə qalacağam. Gəlin, gəlin, gəlin. Gəlin, gəlin salıb. 1500 nəfər. Bəs o hicaba yaraşır qeybət. Hə, yaraşır, yaraşır, yaraşır. O nədir? Qoğaldır uşaqlar. Oo, neynir bu? Mən deyirəm axı 1500 adam orada neynir? Qoğal bişirir, qoğal bişirir. Necəsən? Sən neynirsən? Maşallah. Özün eləmsən? Bəli. Ay maşallah, ay maşallah. 1500 adam var orada. Allah Zeyn, ha. Zeyn gəldi dostlar. Zeyn şor qoğalı eləyir. Bəh, 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 bəh. Dəli Valla kimi. 1600 nəfər ekranı bir dənə tıklayalım. 1600 nəfərlik. Bayaqdan deyirəm ki, Elvira. Elvira elə bilir ki, bir dənə bişirə bilir. Bişir də bizim başımızın tacısan, bişir də. Mən sevirəm zəhmətkeş qadınları. Oo! Nurlancık, Nurlan yağış yağdırdı Zeyn. İslam. Zondi. 1500 adam qıza dəstək olun da. Mənə bax, özün açmısan, hamısını özün eləmsən. Hə, açmağını zadını mamaya deyib, qoğalını özüm eləmişəm. Spasiba. Mənə bax, sapma qoğalıdır. Səpmə qoğal nə demək? O elə bir ki aralarında nəsə var ya onun, o şeyli qara-qara var orada. Sapma qoğala oxşayır. İçinə içlik var. Hə. Onda içliyi ona salmazsan, düzdür? Bilmirəm, içi soğuk tökürsən də. Hə, indi bunu açacaq belə, iç tökəcək. Onun nə vurub, mama belə qara-qara şehzad, nəsə ədviyyat zad vurub, hə? Onun xəmirinə. Hə, Dostlar, mak vurub ona, xaş-xaş vurub. 3 gül dostlar. Zəfərandır belə. Xaş-xaş vurucu, xaş-xaş, axırda xaş-xaş. Nə vurub? 3 gül dostlar. Xəmirinə nə vurub? Süd, yağ, un, sonra yumurta. Yox, onun xəmirində nəsə var axı belə qara-qara, o nədir? Mən görürəm də burada. Razyana. Xəmirinə də razyana vurub. 2 gül dostlar. Yox, xəmirə. Yağa vurub. 2 gül yox idi. Var ya, atmırsınız. Belə də, Elvira bax. Yağına vurub, hə. Deyirəm də onun laylarında nəsə var. Mımı, çox sağ ol. İlhan, çox sağ olun. Yağa vurub, hə. Mən birinci dəfə deyir, görürəm yağa vururlar. Yəqin elə dadlı olur da, mama bilər. Hə. Valla 2 qatdır. Меня можно посчитать? 5 kat kimse koyup. Kim koydu 5 katı? Nurlancık, spasiba Nurlan. Nurlan, 30 seviye oldun, təbrik eləyirəm. Mənim canlımda oldun, 30 seviye. Şahsta, təbriklər. Spasiba Nurlan, Allah min əvəzini versin. Şahs, где тут?
Suyunu içə saldım mən Nurlan. Çok sağ ol. Var ha? Потом бонус. Там есть сколько? 230. Не, пускай копится. Allah razı olsun. Vallahi. Güller dayanmır. Allah o gözəl ürəyimə görə versin. Qoy ödəyim yavaş-yavaş mən də dürüm gedim uşağı götürüm. Dördüz nəfər də məndə var. Ay maşallah, ürəklərim beni sevləri atında, beni sev, hədəfdə qoymuşam, beni sev. 400 nəfər, əla. Ona bəs içliyi qoymadın? Qoyduq. Onu var ha, belə bükandan sonra qoyursunuz, dincəlsin biraz. Hə. Mən də elə eləyirəm. Onlar səni sevindirir, Allah da onları ucaltsın. Mila, çox sağ ol. Onları sevin, Allah. Zeynuş, axşam oynayarıq, mən getdim Vüsalın dalıca. Sağ ol ürəyim. Canım düşdü, ev yoxdur. Mama keçirdi də. Bul keçirdi. Dedim tez tutalım. Canım düşdü, hə uşaqlar. Eybi yoxdur, düşsün. Pek atanda həmişə düşür. Hə, yoxdur, canım sağ ol. Ama öz əlimizə necə yağladım? Bomba. Sağlam yağa nə qatırsınız? Amma sən bir dediyinə mən əzbərliyim, sonra... Razyana, sarı kök. Razyana, sarı kök kök. istiyot da qatırsan. Siyot da qasıram ki, içi dadlı olsun. Biraz da istiyot. Yo, məncə istiyot qatmamışdın. O içliyə idi, amma. Razyana. Bəs nə qədər can, nə qədər qatmışıq? Papuçi məncə, hə? Kimin şeyi nə qədər döyür? Kim nə qədər istəyir də, yəni baxır da, az istəyirsənsə. Yəni razıyan adam var çox istəyir, adam var az istəyir. Onun biraz əsəbidir. Niyə görə əsəbidir? Gec-gec eləyirəm, ona görə başım yayına qarışıb, ona görə. So. İndi mən bunu belə eləyim, belə. Salam, salam. Mən bunu belə eləyəcəm, bu kekimi. Belə. Bax ki, düz eləyirəm amma. Bax. Bax. Düzdür. Adımız niyə TikTok eləyib, bunun boynu qırılmasın. Amma mən uşaqsa bir sənə eləyirəm də, yavaş-yavaş eləyirəm də. Lentini bir tərəfini içinə qoy, açılmasın. Lentin bir tərəfini belə baş üstə. Ay ağlama, bu çöpüşləri mən yiyəcəm ama bunları. Dırnaqlarınızı düz elətdirirsiniz. Dırnaqlarımın düz modeli ucuda getdi də. O nədir? Bu qoğaldır uşaqlar. Bunu belə eləməzlər axı Pəridə. Necə yiyim ama mən neyinirəm? Necə eləmişəm? Bir əməyə başısa. Çox xırda eləmirsən. Xırda deyəndə ki, Xırda eləmirsən. Bütün əsəblərimiz oynadı. Eləmirsən.
İç aç da aç tez. Ay onları mən yeyəcəyəm də. Xırda deyəndə ki, o gün sən özün də xırda eləmişdin də. Nə gün? Amma mən izləyicilər gülürlər. Bilmirəm daha nəyin gülürlər. Deyim ama indi sən başıma oturub. Yes! Qurtardıq. Kod ver peçi. Peçe hot verin. Elim yaptı. Kopta ellerimi yiyeyim. Anacan bağrımı galeylemişem ben. Anacan ay. Anam benim, dedim canım benim. Anam benim. Çok sevinir anam benim. Ay anam benim. Çok sevinir anam benim. Ama değil de analar cennete düşecek. Cennet anaların ayağının altındadır. Düz söhbət deyil. Mamam benim. Nəyə gülürsünüz də soğuşma hayvamasan? Ama ürəyimdən mama şeiri gəlir demək. Onlar sənin üçün bir dənə mama şeiri deyim. Analara ait. Onlar bir dənə ana şeiri deyim mama. Al uzun soru top kimi elədi. Ay maçadım ölüb gülməkdə. Bizim arabam. Al tamam. Onu bağla. Altını kod ver. Altı necə xotu? Altını kod ver. Bunu? İkisini ha. Apa bunu koy onun üstüne. Buraya gel. Bunu böyle. Bunu da onun üstüne koy. Yavaş ezilmesin. Arva desəm eləmişsə nəcək orada? Koy üstüne. Koy üstüne. Deyir mama sən gəlin yollarına qurban olum. Mama qoğalın biri qalıb. Qoy onu da özüm eləyim. Ay mən istəyirəm sənin üçün bir dənə şeir deyim. Deyir anacan ana sən gələn yollara mən qurban olum. Deyir, hə? O kimin sözləridir? O deyir elə olmur. O şair yazıb da mama ona. Şair Moşu Gözəlli. Uşaqlar bir də mən başlasam, bunu mən necə bağlayayım? Bunu necə bağlayayım mən? Bunu necə bağlayırlar? Sən özün gəl, mən çıracağım. Ama ne şu sablaşmışsın ama ye. Ay
Proje gətirdiyini deyən də bir... Ama bunun bir dənəsi qaldı. Heyecan. Yaxşı, koy rist olsun. Yaxşı. Dənəm bunu... Rist. Yağlayayım da bir dənə buraları da. Koy onu da. Koy yaxşı olsun. Mən nə qələt elədim yəni. Mama yağımız azdır. Ay Allah, çırıldı xəmir. Xəmir çırıldı. Yapıyoruz, sen almışsın bunları. Dedim, çok uzatmıştıracağım ha. Bunları sağladım. Ama biraz elə bir xəmir biraz şey oldu ya, çırıldı. Bayağı o elə şişdə sən deyib düzəltmə onu. Elə bir şey pis koymuşam, onu sən görməyəcək düzəltirsən. Heyecanlanıram ya mamaya. Düzəlt də hamısını. Mama sen çırılacak. Mən hazır. Verdin yarısı. Verdim. Götür gel. Bu yağı da dökmə yine aşağıdan yağ getirin. Yağ все hazır. 7 dənə çatar. Yok. Biraz döküm göster. Ha? Biraz döküm göster. Kolum sürtünmür. Yok size öyle gelir. Bu ne demek istedim? Ne istedim seni? Eğirim de. Dibini tök de bunu da. Tökürəm də mamadan. Biraz yarısından bunu böyle Tökürəm də. Tökürəm. Prosto çox tökmüsən deyib. Görmürsən razyanadır. Biraz yarısından tök onu. İşlet onu biraz yarısını. Ya da öyle ondadır. Gəl bax, nə qədər razyana tökürəm bax. Verirsen ben doğrayarım. Her kırdı kırdı elime yine. Yaxşı, verərəm doğrayarsan. Düşdü aşağı, mən nə qələt elədim, mən kömək elədim. Gələrdi, gəlinə eləyərdi də. Hə deyirəm, kömək eləyim, örgənim. Əsəbləşdim. Gəlinə heç belə demir. Ancaq mənə salıb gözüm çıxdı ya. Gözəl gəlinim, qəşəng gəlinim. Hele ki mən başlayıram kömək eləməyə.
Yox, mən hazır. Aha. Ben yeşil istedim. Ay Allah'ım beynimde. Nuş istərsən, mama. Olar ne? O şeye gelden sonra hep sözüm. Yayındayam mən. Neçə dənə var orada? Bir, iki dənə. Hə? 2 dənə. Onu bunları ədviyyatla bir yerde kaçıştırıp bıraksan. Ədviyyatlarını vur içine.